Azərbaycanda kəşfiyyat və əks kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb. Bu barədə Prezident İlham Əliyev kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında və əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun imzalayıb. Əmək pensiyaları haqqında qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən ərzaq payı vəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğ başa düşülür. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında qanun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən təxris olunan günə aldıqları miqdarda bütövlüyünə pul təminatı nəzərə alınır. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın Müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb. Qafqaz İnfonun məlumatına görə jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-sində başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş növbəti dayanacağımız Şuşadır, bizi gözləyin mesajı barədə soruşublar. Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın Müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin müşahidəsi altına düşüb və tələsik təmas xəttini tərk edib. Virtual.az.org bu bəyanatla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən bu açıqlamanı veriblər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır. Xatırladaq ki, Müdafiə naziri General-Polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttində mövqelərə baş çəkib. Hərbiçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar. Hazırda Rusiyada həbsdə saxlanılan jurnalist və hüquqşünas Fuad Abbasovun durumu kritikliyini qoruyur. Bu barədə Müsavat.com açıqlamasında onun vəkili Elman Paşayev məlumat verib. Onun dediyinə görə jurnalist ciddi nəzarət altındadır. Onu qatı cinayətkarların saxladığı kamerada saxlayırlar. Hər addımı nəzarətdədir. Hər yer müşahidə kamerasıdır. Mənə də onunla görüşü xüsusi müşahidə kamerası olan kabinetdə verdilər. Vəkil xatırlatdı ki, Fuad Abbasov mayın 20-sində döyülməsi, fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı istintaq komissiyasına, eləcə də Moskva prokuror müraciət edib. O istintaq təcridxanasına girəndə döyülməsi ilə bağlı müayinədən keçirilməsini tələb etsə də bundan imtina edilib. Ona deyilib ki, buna ehtiyac yoxdur və hər şey keçib gedəcək. Hazırda Fuad bir nəfərlik kamerada oturub. Bu da kobud qanun pozuntusudur. Azərbaycan vətəndaşı jurnalist Fuad Abbasovun Rusiyada saxlanılmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib. Fuad Abbasovun ailə üzvləri və sadə vətəndaşların iştirakı ilə keçirilən aksiyada jurnalistin saxlanılmasına etiraz bildirilib. Onun azadlığa buraxılması tələb olunub. Fuad Abbasova azadlıq və digər şüarlar səsləndirilən aksiyada baş verənlərin Azərbaycan və Rusiya arasında münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb. Rusiya səfirliyinin əməkdaşı aksiyanın qətnaməsini qəbul edərək adiyyatı ünvana çatdırılacağını bildirib. Euroklima MMC Azemko Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib. Unikan.org-un məlumatına görə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edən MMC xidmət müqaviləsinə görə ödənilməmiş ümumilikdə 96.810 manat pulun
tutulmasını istəyib. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. İş materiallarından görünür ki, iddia ərizəsinə cavabdeh Azenko Açıq Səhmdar Cəmiyyət tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənəd əlavə edilməyib. Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılıb. Qeyd edək ki, şirkət Azər Enerji Açıq Səhmdar Cəmiyyətinin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu və onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir. Xatırladaq ki, Azenko Açıq Səhmdar Cəmiyyəti su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xəttləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində layihələndirmə, tikinti və satın alma müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bu il fevralın 9-da piyadanı vurub öldürməkdə təqsirləndirilən iş adamının oğlu Sunay Vəliyevə hökm oxunub. Qafqaz İnfonun verdiyi xəbərə görə Xətai rayon məhkəməsinin hökmü ilə Sunay Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sunay Vəliyev Laçın Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. 1980-ci il təvəllüdlü Sunay Vəliyev Zığ yolu küçəsində idarə etdiyi 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olub. Dövlət büdcəsi hesabına ölkə prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gülsər İsmailzadəyə verilib. Azərbaycan prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645 min yen maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əmək haqqının 25% məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı $7325 və ya mövcud məzəllə ilə 12450 manat səviyyəsindədir. Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev Gülsər İsmailzadəni Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Lakin maraqlıdır ki, Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri olaraq Gülsər İsmailzadənin adı qeyd olunub. Vergilər Nazirliyinin bir neçə əməkdaşı ilə bağlı cinayət işi başlanılıb. Vergilər Nazirliyi və Baş Prokurorluqdan Qafqaz İnfoya daxil olan birgə məlumata görə 2 saylı ərazi vergilər departamentinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına Nəzarət şöbəsinin böyük dövlət vergi mühəddisi Mahir Əbdülrəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla ümumilikdə 511 min manat azadaraq həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqlərinə qeyd etməklə sonunculardan alıb nağd şəkildə mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 179.4 xüsusilə küllü miqdarda ziyan vurmaqla mənimsəmə və 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Bundan başqa Ağdam rayon vergilər şöbəsinin direktoru Valih Qasımov eyni qaydada rayon maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəyib.